Salam uşaqlar. Bu günləri Şahin İbrahimovun Respublika Fən Müsabiqəsinə hazırlaşanlar üçün olan kitabından Sınaq 16-nın izahına baxırıq. Demək, keçək suallarımıza. Birinci sualımızda birləşmə verilib. Yadınızdadırsa, əvvəlki sınağımızda element verilmişti, amma burada birləşmə verilib. Birləşmə verilib və birləşmə haqqında ifadələrin hansının doğru olduğunu istəyir bizdən. Deməli, deyir ki, birinci birləşmə fərqli növ atomlardan təşkil olunub. Yəni birləşmələr. Gəlin bir birləşmə yazaq. Məsələn, ən sadəmiz elə H2O-dur. Ən sadəmiz, çox yuxarıdan yazdım, H2O-dur. Aha, deməli bu iki dənə hidrogen atomu, bir dənə oksigen atomundan təşkil olunub. Deyir ki, fərqli növ atomlardan təşkil olunub. Bəli, indicə də dedim ki, iki hidrogen, bir oksigen atomundan təşkil olunub. İkinci deyir ki, simvol ilə göstərilir. Xeyr, formulu ilə göstərilir. Simvol ilə göstərilənlər, bunlar elementlərdir. Üçüncü, kimyəvi yolla onu əmələ gətirən maddələrə ayrılır. Bəli, biz bu reaksiyanı parçalasaq, suyu hidrogen və oksigenə ayırarıq. Sonra da əmsallaşdırarıq bunu. Demək ki, hansı variantlar doğru oldu? Birinci və üçüncü. Bu da elədir, variant B. Gəldik uşaqlar ikinci sualımıza. İkinci sualımızda bizə deyir ki, bir saniyə, hansı hallarda amonyakın suda həll olması azalar? Uşaqlar, amonyakın formulu bilirik ki, NH3-dür və amonyak qaz halında olan maddədir. Biz də bilirik ki, təzyiq artanda həll olma qazlar üçün artır, suda həll olması artır. Temperatur artanda isə qazların suda həll olması azalır. Bizdən indi suda həll olması azalar deyir. Demək ki, mən burada təzyiqi azaltsam və temperaturu artırsam, suda həll olması azalar. Demək uşaqlar, bir də deyirəm və bunu hər sualda da təkrar edirəm, hər sırada bu sual düşəndə deyirəm ki, temperatur artanda bərk maddələrin suda həll olması artır, təzyiq artanda bərk maddələr, qazların suda həll olması artır. Amma temperatur artanda qazların suda həll olması azalır. Temperatur azalanda isə bərklərin suda həll olması azalır. Ona görə də burada birinci və dördüncü cavab doğrudur, yəni A variantıdır. Gəldik üçüncü sualımıza. Üçüncü sualda bizə deyir ki, müəyyən temperaturda 500 qram doymuş məhlul. Yəni, bizim M məhlulumuz, M məhlul bərabərdir 500-ə. 100 qram həll olan maddə var. Yəni, MX-imiz bərabərdir 100 qrama. 100 qrama. Həll olan maddənin suda həll olma qabiliyyətini hesablayın. Deməli, biz burada bunun KH-ını hesablayırıq, həll olmasını. Və eyni zamanda da uşaqlar, biz burada suyu tapmalıyıq ki, KH-da gətirək yazaq. Demək, diqqət eləsək, biz görərik ki, bir saniyə, deməli, KH-ın düsturu necədir? KH bərabərdir, MX bölünsün, M su vurulsun, 1000-dir. Amma fikir verin, burada mötərizədə bizə 100 milli ilə yazılıb. KH-a tərif verəndə deyirik ki, bax, bu 100% deyil, uşaqlar, millidir. KH-a tərif verəndə deyirik ki, 1000 millilitr həll edicidə həll olan maddənin qramlarla miqdarı. Amma burada 100 verdiyinə görə biz orada 100 yazırıq. Və göründüyü kimi düsturumuzda da su tələb olunur və biz öncə suyu tapmalıyıq. Suyu da necə taparıq? Məhlul düsturumuz hansıdır? M məhlul bərabərdir. MX üstə gələk M su düsturundan. Buradan M suyu tapsaq, o da bərabərdir. Deməli, M məhlul çıxılsın MX olar və o zaman 500 çıxılsın 100 bərabərdir, uşaqlar 400 eləyəcək. Və gətirib həmin bunu, bax, bu düsturda yerinə qoysaq, onda alarıq ki, KH bərabərdir, deməli, MX-imiz nə qədərdir? 100, M su nə qədər oldu? 400, vurulsun 100. Bununla bu ixtisar getdi. 100-ü də 4-ə böləndə yerdə qaldı 25. Demək ki, cavab oldu B variantı 25. Keçdik dördüncü suala uşaqlar. Dördüncü sualda nə deyir bizə? Deyir ki, boşqab sındırma trendinə qoşulan Ayanın videosunu görən Şahin müəllim şagirdlərə bir neçə sual verdi. Şagirdlərin cavabları.
və sonda da soruşur ki, hansı cavab doğrudur. Deməli, birinci deyir ki, boşqabın sınması fiziki hadisədir. Uşaqlar, fiziki hadisələr hansılardır? Yəni, fiziki hadisələr zamanı yalnız aqreqat hal dəyişir və fiziki hadisə əvvəlki başlanğıc formasından qayıda bilənlərdir. Yəni, öz tərkibini qoruyub saxlayanlardır. Bunlar fiziki hadisədir. İndi deyəcəksiniz ki, ay müəllimə, boşqabın sınması, boşqab necə əvvəlki vəziyyətinə qayıda bilər? Amma iş orasındadır ki, boşqab yerə düşüb qırılsa da, şüşə boşqab və yaxud da ki, çini farfor boşqab təzədən dəmirə və yaxud dəmirə çevrilməyib ki, qızıla çevrilməyib ki, elə olduğu maddədə qalıb da, yəni dəyişməyib maddəsini, elə olduğu kimi qalıb deyə, ona görə bu sınma fiziki hadisə sayılır. Bu doğrudur. Deməli, sınma zamanı kimyəvi tərkib dəyişir. Yox, indicə dedim ki, bu dəmirə, qızıla, gümüşə çevrilmir, dəyişmir. Boşqabın xırdalanması reaksiyanın getmə əlamətini bildirir. Xeyr, orada heç bir reaksiya getmədi. Reaksiya gedəndə müəyyən bir əlamətlər meydana çıxır ki, bu da işıq istiliyidir, sonra qaz halında olan maddədir, çöküntüdür, rəngin dəyişməsidir. Bunların heç biri burada olmadığına görə doğru cavab yalnız 1 A variantı oldu. 5-ci sualımızda bizə deyir ki, otaq temperaturunda olan bir stəkan suya bir qədər çay sodası əlavə etdikdə onun bir hissəsi suyun dibinə çökür. Hansı hallarda duz tam həll olar? Bəli, biz bunu dəfələrlə təcrübələrimizdə etdikdə, bu sadə bir təcrübədir. Doğrudan da biz görmüşük ki, çay sodası suyun dibinə çöktü. İndi deyil, necə eləyək ki, bu tam həll olsun? Qaba kifayət qədər su əlavə etdikdə, özdə nə deyir? Tam həll, bəli. Qaba kifayət qədər su əlavə etdikdə, məhlulu qızdırdıqda, təzyiqi artırdıqda, məhlulu soyutduqda. Uşaqlar, burada yalnız 1-dən 2 uyğun olar. Niyə? Baxın, təzyiqi artıranda biz bilirik ki, qazların həll olması artır. Bərklərə aid deyil. Məhlulu soyutduqda isə əksinə, soyuqda reaksiyalar zəif gedir. Ona görə də bu doğru olmaz. Demək ki, 1-dən 2 düzgün cavabdır. O da oldu B variantı. Gəlin 6-cı suala baxaq. 6-cı sualda deyir ki, bir dəqiqə. Aşağıda suyun hal çevrilməsi verilmişdi. Bərkdən mayeyə doğru keçid edib. Bərkdən mayeyə keçmə deyir, hansı ifadələr doğrudur? Hansı ifadə doğrudur? Ərimədir. Bəli, su bərk haldan maye hala keçirsə, bu ərimədir. İkinci deyir, donmadır. Xeyr, donma mayədən bərkə keçmədir. Üçüncüsü deyir, sıxlıq azalır. Xeyr, sıxlıq artır. Əksinə, buzun sıxlığı suyun sıxlığından azdır. Dördüncü, sıxlıq artır. Xeyr, azalır. Sıxlıq artır. Bəli, bu doğrudur. Üzr istəyirəm. Və 5-ci, zərrəciklər arasında olan məsafə artır. Xeyr, zərrəciklər arasında olan məsafə azalır. Demək, uşaqlar, yadınızda qalsın ki, bütün maddələrdə bərk maye keçidləri normala uyğun olanda, yəni sıxlığın artması, azalması, bilirik ki, bərk maddələrdə sıxlıq artır, sonra yəni məsafə azalır. Yəni bunlar hamısına uyğun gələndə, amma buz üçün bu uyğun deyil. Buzda fərqlidir, bunun əksi olacaq. Ona görə də cavab 1 və 4-dür. Bu da elədir D variantı. Gəldik 7-ci suala. 7-ci sualda deyir ki, müəllim lövhədə H-xlor məhlulunu yazıb. Deməli, H-xlor məhlulu iyonlara ayrılıb burada. Bir dəqiqə lövhədəkini yazım uşaqlar. Alınıb hidrogen müsbət, üstə gələk xlor mənfi. Deməli, onu deyim ki, sizə, əgər hər hansı bir və yaxud da bir də bax belə yazaram, kalium OH, kalium müsbət, üstə gələk OH mənfi, bunu yazmışam. Əgər uşaqlar mühitdə hidrogen görürsünüzsə, bu turşdu, mühit turşdu. OH görürsünüzsə, bu əsasi mühitdir. Və belə deyim, turşularda pH-ın qiyməti aşağı, əsaslarda pH-ın qiyməti yuxarı olur. İndi gəlin baxaq. Müəllim lövhəyə hidrogen xlorid birləşməsinin suda həll olması zamanı iyonlara ayrılmasını yazır və şagirdlərdən fikir bildirilməsini istəyir. Tamam.
Şagird deməli Əziz nə deyir? Əziz deyir ki, məhlula hidrogen iyonları verdiyinə görə mühit turşdur. Nə istəyir? Hansı fikir səhvdir deyir. Xeyr, mən indi qeyd etdim ki, turşularda yəni hidrogen olduğuna görə, yəni hidrogen iyonu əmələ gələndə turş mühit olur. Əsasların hamısının tərkibində OH var və məhlulda OH iyonu varsa bu əsasi mühit olur. Deməli verdiyinə görə mühit turşdur. Bəli, Əziz düz deyir. İkinci Yağmur deyir ki, məhlulda pH-ın qiyməti azalır. Bəli uşaqlar, turşularda pH-ın qiyməti 7-dən aşağı olur hər zaman. Azalır, bu da doğrudur. Ayan deyir ki, Ayan nə deyir? Eyni həcmdə natri OH əlavə etsək, pH-ın qiyməti 0-a yaxınlaşır. Xeyr, eyni həcmdə natrium OH əlavə edəndə burada neytrallaşma reaksiyaları gedir. Şahin müəllim özü nə deyir? Yox, Şahin yazıb, üzr istəyirəm. Məhlulda həm kation, həm də anion əmələ gəlir. Bəli, uşaqlar, biz bilirik ki, müsbət yüklü hissəciklər kationlar, mənfi yüklü hissəciklər isə anionlardır. Burada da görürük ki, həm müsbət yüklü var, həm də mənfi yüklü var. Demək ki, həm kation, həm anion əmələ gəlir. Burada bir dənə Ayanın fikri yanlış oldu. O da C variantına düşür. Deməli, gəldik 8-ci suala. 8-ci sualda gördüyümüz kimi bizə belə bir qablar verilib və nə deyir? Deyir, hansı ifadələr doğrudur? Və diqqət etsəz görərsiniz ki, 2 dənə qabda X nöqtəsi eyni yerdə yerləşmişdir. Amma digərində səhv etmirəmsə bir qədər yuxarıdadır, cüzi yuxarıdadır. Deməli, nə istəyir bizdən? X homogen, X saf maddə, X maddələr, kəmiyyət və keyfiyyət tərkibləri eynidir, A qarşılıqdır. Və hansı ifadələr doğrudur deyir. A, doğru olanı tapaq. Demək ki, deyir X homogen qarşılıqdır. X homogen qarşılıqdır. Baxanda yox, görürəm ki, X homogen deyil. Bura sanki lövhə daxil olunub və oradan ox yuxarı göstərilib, bir qədər qalxıb. Bəli, X homogen qarşılıq deyil, bu səhvdir. Bu səhvdir, xeyr. X homogen qarşılıq deyil. X saf maddədir. Bəli, X saf maddədir. Yəni, o qara nöqtə ki, onun içərisinə əlavə olunur, bu mayeyə əlavə olunandır və onu da biz görürük orada. Bu homogen ola bilməz, heterogendir, saf maddədir, bəli, saf maddədir və X və A maddələrinin kəmiyyət və keyfiyyət tərkibi eynidir. Kəmiyyət və keyfiyyət tərkibi eynidir. Bəli, bu da doğru göstərilmişdir. Demək ki, hansı variant oldu burada? A da qarışıqdır deyir. A qarışıq deyil, yox. A da qalıb da, yəni bir kənarda saf maddə kimi göstərilir. Demək 2 ilə 3-dür burada doğru olanlar. O da oldu C variantı. Gəldik uşaqlar 9-cu sualımıza. 9-cu sualımızda bu elə sizin kitabınızdan olan bir təsvirdir. Burada deməli bal arısı verilib və eşək arısı verilib. Deyir ki, bal arısı iynəsinin ucunda mühitə malik maye olduğundan onun sancmalarından acı hissini azaltmaq üçün amonyakdan istifadə etmək olar. Amonyak. İndi yazaq uşaqlar. NH3 amonyak. Eşik arısı iynəsinin ucunda mühitə malik maye olduğunda onun sancmalarında acı hissini azaltmaq üçün sirkədən istifadə etmək olar. Yazaq. CH3COH. Deməli, baxın uşaqlar, amonyak özü qeyri-metallardan təşkil olunsa da, amma əsasi xassəlidir. Əsasi. İkincisi, CH3COH isə bu turşudur, sirkə turşusu, turşu xassəlidir. İndi fikir verin, ağrı hissini azaltmaq. Ağrı hissini nə zaman azaltmaq olar? Yəni, onun, elə ki, belə deyək də, pan zəhrini sürsək, yəni zəhər əleyhinə olan bir şey sürtsək, o sakitləşmiş olacaq. Və deyir ki, buna amonyak sürtəndə birinciyə, amonyak əsasidirsə, demək ki, o turş olan bir şey üzərinə sürtüləndə, yəni töküləndə, o onu sakitləşdirə bilər. Yəni, belə deyim uşaqlar, turşu ilə əsas arasında gedib, duz və su alınması ilə nəticələnən reaksiyalar neytrallaşma reaksiyalardır. Yəni, orada əgər əsası məhlul tökübsə,
üzərinə sakitləşmək üçün. Demək ki, orada turşu olub. Birincidə turşu olacaq. Turşu. İkincidə isə sakitləşmək üçün turşu tökülür. Demək ki, bu əsasidir. Yəni, bir-birinə əks olan ifadələr götürməliyik. Deməli, birincidə nə oldu? Turşu. İkincidə isə nöqtələrin yerində əsasi oldu. Yəni, əgər biz bunu su ilə sakitləşdiririksə, loru dildə belə deyildi. Demək, orada od var imiş. Yox, əgər biz orada daha da belə deyildi, yəni bir başqa bir şey tökürüksə, demək, orada od yox imiş, ayrı bir şey var. İndi gəlin, baxaq 10-cuya. Buxarlandırma üsulu ilə hansı qarışıqları ayırmaq olar? Biz bilirik ki, buxarlandırma homogen qarışıqların ayrılma üsullarındandır. Buxarlandırma, kristallaşma, distillə, xromatoqrafiya, durultma, süzmə, maqnitlə təsir etmə də heterogenlərindir. İndi burada buxarlandırma istəyir bizdən. Elə təbii ki, birinci cavab bizə uyğun olacaq. Xorək tuzu, su və uşaqlar, mən sizə demişəm ki, duz və su, eyni zamanda şəkər və su görəndə bunu buxarlandırma ilə götürə bilərsiniz. B variantında qumla sudur, bu süzməklə ayrılır. Bitki yağı ilə su durultma üsulu ilə ayrılır. Spirtlə su distillə üsulu ilə ayrılır. Demək ki, cavab oldu nə? A variantı. Bugünkü izahımız da bu qədər.